Mənə tok verirdi. Necə? Elə bir tokun simini salmışdılar bura. Aha. Yəni erməni mən bilərəm ki, yəni erməni bir belə insana zülm verməz. Allah hamd olsun deyirəm. Yəni mən bunu görmüşəm, heç nədən də çəkinmirəm. Heç nədən də qorxmuram. Çünki mən bu əziyyəti görmüşəm. Mən cavan oğlanım, mənə aparıb niyə döyüb öldürürsən? Nəysə, toku salırdılar buradan. Necə? Dərinin altına salırdılar. Yox, elə üzümüzü, gözümüzü bağlamayıblar. Hə, o sarığın altına salırdı. Hə, sarığın altına salırdı. Burada gicgah var, damar var, nə var da. Elə bu toku verirdi, sən də ustalırdın da elə bir ustalırdın. Piyan mı deyim, piyan kimi olmurdun. Ya da nəsə heç bir şeyin ki kayfı yox idi. Mən başa düşdüm. Çox ölümcülə gedirdin. Bilirdin ki, ustalıysan, əriyirsən, qalırsan, belə ölürsən. Başqa arama verirdilər. Başqa bədənimə verirdilər. Toku verirdi, gətirirdi, buradan toku verirdi. Yəni elə bir ki biz onlara çox pislik eləmişdik. Nə idisə, başa düşmürdüm. Yəni mən durduğum yerdə bir gün içində məni tutub aparıb elə döymək, elə əziyyət vermək, yəni məsələn biləsən ki, bəzi zərər çəkənlər sözünü kəsirəm. Bəzi zərər çəkənlər bəzi yox çoxu ki birbaşa toku xayaya verir. Hə, xayaya verirdi. Verdilər. Hə, mənə də verdi. Necə olurdu? Onun ağrısı necə hissi? Onun ağrısı tok vururdu. Ki mən biraz mən bayaq dediyim kimi biz bir bölükdən 2 nəfər idik deyən. Bizi çox elə bil ki orada uşaqlar vardı, öldülər məsəl üçün. Quliyev Elçin idi. Hüseyn Mehman idi. Onu soruşmaq istəyirəm. Ölənlərdən deyirsən 5-6 nəfər öldü sənin yanında. Tanıyırdın onları? Quliyev Elçini tanıyırdım. Deyəsən mənlə maynüçü bir tutulub. Belə şifahi tanıyırdım. Qardaşımla bir yerdə kursda olmuşdu. Yaxşı oğlan kimi tanıyırdım. Mehmanı orada tanıdım. Hüseynin Mehmanı. Yanımda döyürdülər. Adlarını çəkirdilər. Orada mən tanıdım. Mən burada 1 il 1 ay işlədim. Kursda uzatdı 1 il 1 ay. 1 il 1 ayda mənim başıma gəldi bu iş. Sonra Səxavət var idi. Binnətov Səxavət səhv eləmirəmsə. Balaca boy kök oğlan idi. Onu öldürdülər. Belə. Həmin Marquşavanda. Həmin Marquşavanda. Yəni orada nalə, ah nalə. Allah'ın olsun, gəl 1 kilometrindən eşidərdin ki, yəni. Salırdılar belə qaranlıq otağa, girirdilər 3 nəfər. Dubinka ilə vururdular, bilmirdi də hara gəlirdi. Yəni başına gəlir, dizinə gəlir. Əl də bağlı, özünü də qoruya bilmirsən. Əl daldan bağlı. Ayağı bağlamamışdılar. Elə adam vardı, onu bağlamışdılar, elə adam vardı, onu bağlamamışdılar. Marquşavanda sən bir vəzifəli şəxslə görüşdün. Apararlar səni onun yanına. Deyək ki, bax, məsəl üçün sorğu edir. Vəzifəli şəxs deyəndə bizim bir briqadanın komandiri də oradaydı. Kim? Teymur Məmmədov. Oradaydı, deyə o ştabdaydı. Həm Qiyas oradaydı, Abbasov Qiyas oradaydı. Mən gördüklərim. Görüşdün sən onlarla? Yox, görüşmədim. Onlar mənim kimi məsələn 100 dənə oğlanı güya biz vətən xaini. Elə ki, onlar bizdən görüşməzdi orada. Amma oradaydılar. Amma oradaydı. Belə də gəzirdilər orada, baxırdılar. Nəzarət edirdi. Nəzarət edirdi. O işgəncələrə nəzarət edirdi. Ya da elə çıxırdılar. Bəs korpus komandiri kimi idi sənin? Hikmət Həsənov. Oradaydı o da. O gəldi, getdi. O da gəlib nəzarət edirdi. O da gəlib, baxırdı. Onlar harda otururdular orada? Hansı yerdə otururdular? Bizim gözümüz bağlı idi, otaq idi. Məsələn, bilmirdin kim hara gedir, kim hardan gəlir. Gələndə gəlirdilər belə. Aydındır, gətirdilər ki 708-ə. 708. Orada neçə gün qaldın və nə baş verdi orada? Orada hardasa o deyim də, elə bil mən dəqiq bilmirdim ayın neçəsidir, hansı vaxtı, məsələn neçə gündür mən buradayam. Vaxt itmişdik də biz gün görmürdük, gecə görmürdük. Hardasa elə bil bir 28 gün olmuşam da, 13, 14 günü olmuşam şeydə Marquşavanda, yarısında olmuşam 708-də. 708-ə gəldilər, bizi belə orada köhnə kazarma var, onun padvalını deyim, bilməm hansısa bölük idi o. Belə 30'lular belə, indi orada olanlar bilirlər. 30'lular 1-2 gün əziyyət verdilər, sonra təzələr gəldi. Gəlirdi, bizim üstümüzdən gələnlərə əziyyət verirdilər, şey edirdilər, döyürdülər. Orada nə işgəncə verdilər? Orada mənə yox, orada mən çox burada mənə şu anda işgəncə verdilər.
Orada necə olurdu? Döymək, nə bilim nəsə. Döymək, tok, Orada da 7-8. 708-də Orada da tok olurdu. tok olurdu. Orada təxminən nə qədər işgəncə görən olardı? Orada lap çox. Çünki orada qıraqdan gətirənlər məsələn 703, 157, sonra 190, sonra məsələn Təbriz var, o Bərdədə hardasa, o Bərdə tərəfdə o sərhəd bilmirəm, sərhəd qoşunu idi, daxili qoşunu idi bilmirəm. Təbriz bilmirəm hansı. Amma onların çastından bir dənə o gəlmişdi. Amma 190-dan bütün çastlardan yığılırlar 700. hə 708-ə. Təxminən nə qədər olardı? 200 nəfər Sən gördün. mən gördüm. Orada nə qədər qaldın? Orada da bir 15 gün, elə bil ki biz nəfər idik. Oradan da əsən aparırdılar Bakıya. Harasa aparırdılar, bilmirəm. Sən yaddaşın dersən belə gecik gəlir. Hə. Mənə çox tok veriblər, gicahımdan, başımdan çox vurublar dubinka ilə. Prosta mən istəmirəm də geyim kimisə. İşgəncə alətləri başqa nə var idi orada? İşgəncə verir. Belə topaz var idi, dəmir idi. Belə necə deyim? Qurşun da. Hə də bu başı belə topaz oldu, başı topaz dəmir idi, onunla mərk şalanda. Başı topaz. Başı topaz dəmir idi, vururdular, harana vururdular, qıpqırmızı. Qədimi kimi olaraq. Hə, qılınc, qaltan. Bunlar bizi bir növ erməni Azərbaycan davasına oxşuydu, amma yaraşdırmadı. Bir dəqiqə. Başı topaz dəmir, yəni arxası belə ağac kimi, başı da topaz. Toppuz da toppuz. Hə də başı toppuz dəmir idi. Ondan vururdular, tok verirdilər. Harama gəldi vururdular. Hə. Bənə harama gəldi vururdular ki, orada oğlanlar öldü də o cür. Baxmırdı. Bilməm onlara icazə vermişdilər, öldü. Başa düşmürdüm mən. Onlar da öz başını öldürə bilməzdi kimisə. Bu nə idisə mən başa düşmədim. Hələ də mən başa düşmürəm niyə belə edirdilər.